Camaşırım hazırdır. Şənbə günü gedirəm. Anam yol üçün suxarı və fətirdə bişirəcək. Zarafat deyil, mən anamın ən böyük oğluyam. Çocukluğumda məni atıb tutub deyərmiş. Mən anamın ilkiyəm, ağzı qara tülküyəm. İndi belə bəzən başımı dizinin üstünə qoyaram, eyni sözləri təkrar edər. Mənə bəslədiyi eşqini anam yalnız bu sözlərlə ifadə edər. Bizim analarımız səs-küy və şöhrət bilməzlər. Məhəbbətlərinin zahiri əlamətləri belə yox kimidir. Bir dəfə də olsun anamın məni öpməsini xatırlamıram. Amma xəstə oluramsa yatağımın ətrafında pərvana kimi dolanar. Gecə yuxu, gündüz rahatlıq bilməz. Belə analar sevilməzmi? 30 Mayıs. Gecə saat 2. Yenicə yatağımdan qalxıb çırağı yandırmışam. Gözlərimə yuxu gəlmir. 31 Mayıs. Keyfim yoxdur. Yuxusuzluqdan rəngim qaçmış. Hava da könlüm kimi pərişandır. Göyün qara buludları qəlbimin qüssədən qaralmış qanına bənzəyir. Bu qədər mənəvi əzabın səbəbi nədir? Oğru, əyri, yol kəsən, avara, uşaqlara sataşan həp bizdən. Mənim şəxsi tərbiyəm, qanacağım, ləyaqətimlə uğraşan varmı? Kimdir müsəlman? Kafi. Başqa şey arayan yoxdur. Əminəm ki, bir İvanın və ya Henrixin oğlu olsaydım, ən böyük hörmətə nail olardım. Nə edim ki, atam Məşədi Əbdül, özüm də Muradam. 1 Həziran, yəni iyun. Gedib saçlarımı dibindən vurdurdum. İndi ki, qızları məndən zəhləsi gedir, qoy büsbütün getsin. Mən ki, xoş rəftarımla onların rəğbətini qazana bilmədim. Qara taleyimlə mi qazanacağım? Sabah səfərdir, dərdlərim unudular zənnindəyəm. Öz evimizdə belə yad olmuşam. Ürəkdən danışmaz, gülməz, əylənməz, hər şeydən qorxardım. Atam məni tez-tez döyər, taleyim belədir, deyə etiraz etməzdim. Yalnız ata deyil, çocukları hər kəs döyər. Şəhərimizdə 17 məhəllə var. Hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdi mi döyərlər. Bu adətdir. Biz çocuq ikən həyatı yumruqsuz təsəvvür etməzdim. Ən gözəl tərbiyə çocuğu həyat həsarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimlə məşğul olan yox. Ətrafındakilərə bir sual verdikdə az danış başım getdi deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim. Yadımdadır, bir dəfə bir araba qayırıb, qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu. Bu sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım. Xəlvət güşələrə çəkilib gizli-gizli ağlardım. Beləcə ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar. 2 Həziran. Sabah ertə hambal gəldi. Şeylərimi götürdü ki, karvansaraya aparıb faytona qoysun. Tək səbir gəldi. Şeyləri alıb hambalı yola saldılar ki, tək səbirdən sonra səfərə çıxmaq olmaz. Səbrin səfərə dəxli olmadığını anlatmağa qalxmışdımsa da bir nəticə vermədi. Atam, anam çəkilib işlərinə getdilər. Mən də bu avamların dərdini qəlbimə doldurub odlandım. Bu axşam heç yerə getmirəm. Gülşəni dağılmış bülbül kimi pərişanam. Fəğan etmək istərdim, lakin fəğanımı dinləməyə müstəid bir adam varmı? Təkcəyəm, kimsəsizəm, fəğanım da təkcədir. Yeganə yoldaşım, bircə sirdaşım dəftərimdir. İndi pəjmürdə halımla onun qarşısında durmuşam. Kirpiklərim göz yaşlarımı saxlamağa acizdir. Budur, odlu bir damcı əlimin üstünə düşdü. O birisi dəftərimi islatdı. Ağlayıram, bəli, acizəm, zəifəm. Bu göz yaşlarımdan bir düzüm yapıb, səadət ilahəsinin gərdənindən assaydım da. Ev pərişan, dava dalaş,
Değişmə, qarğış. Atam anamı döyür, anam da acığını qızlardan alır. Bu bədbəxt məxluqa qarşı yapılan zülmü gördükdə insan dəli olmaq istəyir. Bu qaranlıq məhbəsdən çıxdıqda bundan daha da qaranlıq küçəyə düşürəm. Vəhşi kişilər gözləri ilə məni yeyirdilər. Fəna komplimentlərindən qızarıram, şaşıram. Özümü itirirəm. Yenə xarabə evə dönürəm. Ev pozuq, küçə pozuq, əcnəbilər arasında bizə yer yox. Məktəb bunlardan da xarab. Dinirsən, Tatarskaya Lapatkaya deyə başına çırpırlar. Tarix dərsi də ki, bir şərəf əzabı. Hər sətri xalqımıza və keçmişimizə bir tənə istehza. Dərd çox, həm dərd yox. Düşmən qəvi, tale zəbun. 3 Həziran. Xoruz bəkələrin banlayışı sanki yeni bir aləmdən xəbər verirdi. Xumarlanan gözlərim alaqaranlığı süzür, məsliyində davam edirdi. Xoruzlar təkrar banlaşır, məni yuxudan ayıldırdılar. Dan ulduzu sönük şüaları ilə gözümə çarpdı. Təbəssümlər göndərən kimi oldu. Cəld geyinib bağçaya indim. Quyudan su çəkib üzümə vurdum, ayıldım. Gözəl bağçam dərin bir sükuta dalmışdı. Yüzlərcə bakir libaslı qönçələr günəşin yaldızlı, qızılı ya gümüşü parlaq şüasını gözləmədə idi. Zambaqlar məğrur başlarını yüksəldərək səf çəkmişdilər. Məni görcək təzim edən kimi titrəşdilər. Rəngarəng pərvanələr həzar butaların ətrafına fırlanaraq raihədən məst olmuşdular. Əlimdə bel əlvan çiçəklərin arasından keçərək hər yeri yoxladım. Alaqları dartıb atdım. Kolların diblərini qazıb boşaltdım. Quru budaqları qayçılayıb atdım. Günəş göründü. Bağçaya zər səpildi. Ətrafı süsləyən şeh inciləri min bir rəng çaldı. Çiçəklər nəşələr saçdı. Altun qanadlı pərvanələr və arılar mizrabı simlərə vurar kimi güllüyü lətif təranələrlə doldurdular. Belə söykənib bağçanı heyrətlə seyr edirdim. Ürəyim birdən sıxıldı. Qərib hisslər duydum. Acı bir nəşə qəlbimi yaraladı. Sinanın gözəl siması çiçəklər arasından yüksəlib gözlərimi əsir etdi. Tam bir il, əsrlərcə uzun sürən bir il əvvəl idi. Sinanı ilk dəfə görmüşdüm. Uzun boyu, al yanağı, qara atlas saçları, xoş baxışı hələ indi də gözlərimin qarşısında cilvələnir. Onu görməmişdən əvvəl yuxusuz gecələr bilməzdim. Qəlbimi viran etdi. İlk dəfə olaraq yeni həyat üçün ayıldım. Keyfim yoxdur, yaza bilmirəm. Sonu sabaha qalsın. 4 Həziran. Çar hökuməti erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmiş. Bizimlə hesablaşan kimdir ki? Rusiyanın Rus-Yapon müharibəsi və inqilab kimi çətinliklərindən istifadə edərək ermənilər kilsə əmlakını geri tələb etdilər. Daşnak firqəsi terrora başladı. Günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladı. Şuşada da az adam qırmadılar. Şəhərə əskər gəldi. İdarə-i ürfiyyə elan olundu. Sina gələn Kazak zabitlərindən birinin qızı idi. Osetin idilər. Ona ilk dəfə balkonda rast gəldim. Bu kifayət idi. O gündən etibarən o cazibəli sima varlığıma hakim kəsildi. Hər gün neçə dəfə balkonun altından keçər, onu görmək istərdim. Bir gün də görməsəm dəli kimi olardım. Mənim üçün ən məsud dəqiqələr balkonun altında keçirdiklərim olurdu. Başqa vaxtlarım əzabdan ibarət idi. Məni heç bir şey maraqlandırmırdı. Məktəb zindan, ev zindan, hər yer zindan idi. Nə yoldaşlarımın danışığı, nə evdəkilərin söhbətləri. Heç biri məni məmnun etmir, biləks acığıma səbəb olur. Yazıq çocukları mən də incitməyə başlamışdım. Sina ilə tanış ola bilmədim. Yəni fikrində də deyildim. Bütün mənəvi mükafatı yalnız onu görməkdə bulurdum. Getdi. Bir müddət dərd içində çırpındım. Zaman unutturdu. İndi çiçəklərlə bərabər
Yenə qoxulayır, yenə qəlbimə qonaq gəlir. Axşam saat 10-dur. Evimizdə hamı yatmışdır. Bir bizdə deyil, şəhərdə müsəlman deyilən burunlu qulaqlı bütün məxluq yatmışdır. Bunlar günün qulağı batandan bir saat sonra çörəklərini yeyib, namazını qılıb yatağa sərilirlər. Nə etsinlər? Oxumaq, yazmaq yox, kitab yox, əyləncə yox. Heyvani bir həyat. Bağçanın bir güşəsində şam işığında oturub yazıram. Bilirəm, atam işığı görsə üzümü danlayacaq. Gecənin yarısına kimi də deyəcək, çıraq yanarmı? Belə tələf-xərclik olmaz ki, sən eləyirsən. Mən bir qəpik qazanınca can Allaha verirəm. Sən də mənə qəsd eləyirsən. Bunlar atamın həmişə dediyi sözlərdir. Bu sözləri çocukluğumdan eşidirəm. Ədə, pələsək vurma, başmaq yırtıldı. Ədə, ağaca dırmanma, şalvar yırtıldı. Ədə, az ye, çörək qurtardı. Bu kimi ifadələrə qulaqlarımız alışmış. Bu sözlərin sayəsində cəsarətimiz qırılıb getmişdir. Ata-anamızdan bir əmr sadir olar deyə kirpiklərimizi qırpmağa belə cürət etməmişik. İndi 23 yaşım var. Rəsmi kağızlarımda yaşım 20-dir. Bu doğru deyildir. Hələ də atamın nüfuzundan qurtara bilmirəm. Neçə gündür avamlığı ilə başıma ip salıb oynadır. Şənbə günü tək səbir gəldi. Səfərimə razı olmadı. Dünən saat xoş deyilmiş. Bugün bəni yumədir, nəhs günüdür. Sabah qəmər əqrəbdə olacaq. Müsəlman il uzunu saat xoşladır. Fala baxdırır, Qurana istixara etdirir. Axırda da hamıdan geridə kirli və vəhşi bir həyat keçirir. Bizim sadəliklə işimiz yoxdur. Hər şey mürəkkəb və dolaşıqdır. Bircə ayların adına bax. Məhərrəm əl-Haram, Səfər əl-Müzəffər, Şəvval əl-Mükərrəm. Bircə adam adlarına bax. Məşədi İmamqulu, Kərbəlayı Ocaqverdi, Hacı Yaftıməli. Bircə adətlərə bax. Məhərrəmlikdə xəncər götür, öz başını vur yar, qanın tökülsün, bədənini deşdir, dərindən qıfıl, güzgü, ox as. Hər şey dolaşıq, hər şey ağıl şaşırdacaq qədər axmaqdır. Mən də bu çürük mühitin meyvəsiyəm. Qara suda bitmiş yarpız kimi həm özümü, həm də başqasını acıqlayıram. Atam məndən dilgir, mühit məndən dilxor. Evdə ağzımı açıb danışa bilmirəm. Sən danışma, heç bir şey bilmirsən. Böyüyün sözünə bax, deyə hər tərəfdən ağzıma vururlar. Böyük də bar, böyük olan. Yazıq ağzının çörəyini yeməyə qadir deyil. Özü də dünyada Molla Səlimdən böyük, ondan müqəddəs bir sima tanımır. Onu görəndə səcdəyə düşür. Molla da müridlərin əhval-ruhiyyəsinə gözəlcə bələddir. Başlarına ip salıb istədiyi yerə sürüyür. Qəribə burasıdır ki, atam məni də Molla Səlimə mürid etmək istəyir, deyir. Niyə ağanın yanına getmirsən? Səni çox xəbər alır. Deyirəm, getmirəm çünki mənim boynu yoğun və insafsız adamla işim yoxdur. Bu sözlərimin üstündə atam bir dəfə az qaldı vurub məni öldürsün. Bir iri daş götürüb belimə salmaq istəyirdi. Qaçdım, canım qurtardı. Atamın məndən zəhləsi gedir. Məni laməzhəb bilir. Sən moltanısan, deyir. Sənin Allahın yoxdur. Atam mənim oxumağıma əsla razı deyil. Məni məktəbə qoyan anam olmuş. Sonra da özüm davam etmişəm. Atam Molla Səlimin məsləhəti ilə məni məktəbdən çıxarmaq istəmiş, bacara bilməmiş. 4 ildən bəri bu barədə atamla danışığımız olur. Söyür, söylənir, çığırır, bağırır, əlindən bir şey gəlmir. 5 Həziran. Sabah ertə yenə atamla sözüm çəp gəldi. İstehzalı bir təbəssümlə dedim. Ay dədə, bəs qəmər əqrəbdən nə vaxt çıxacaq? Atam ciddi cavab vermək istədi, lakin istehzalı təbəssümümü gördükdə şaşırdı. Nə cavab verəcəyini bilməyib darvazaya tərəf getdi və sonra nə düşündüsə geri döndü. Ədə, dedi. Atamın yoru haqqı, sənin məzhəbin zadın yoxdur.
Nə şəriət tanıyırsan, nə iman. Heç zat tanımırsan. Gör nə təhərdirsən, Molla Səlim ağa kimi kişi də səndən razı deyil. Atamın sözlərini kəsdim. Sən Molla Səlimin atasının yoru, qoy oturum, dedim. Molla Səlim yaxşı olsa, evində arvad sürüsü saxlamaz. Adam sözü danış. Atamın rəngi üzündən götürüldü. Çuxasının qolunu titrək əli ilə çirməyib üstümə yürüdü. Mənə yaxınlaşdıqda əllərini aşağı saldı. Mətənətli baxışım onu biraz da utandırdı. Çörəyim səni tutsun, deyə kişi başını aşağı saldı və yavaş-yavaş geri çəkildi. Deməli, nə vaxt gedəcəyim yenə bəlli olmadı. Anama deyirəm, ay ana, bəs məni nə vaxt yola salırsan, deyir. Belə olsa heç vaxt. Belə olsa hansıdır, deyə ehmal soruşuram. Anam acıqlanır. Özünü xora xoşa qoymusan, yekə kişini uşaq kimi ələ salıb oynadırsan, üzünə ağ olursan. Sonra da deyirsən günahkar odur, gülmək məni tutur. Anam daha da acıqlanır. Dişi pişik kimi hırıldama deyir. Gülmək məni götürür, gülürəm. Axırda rişxəndli bir qayda ilə cırıq arxalığının qolundan yapışıb yuxarı qaldırıram, yenə gülürəm. Anam da gülür və qolunu dartıb məndən qurtarandan sonra iti döyənə vurulmuş deyə gedir. Arxadan ona bir müddət tamaşa edirəm. Çirkli paltarını və yalın ayağını gördükdə həm ağlayıram, həm də gülürəm. Yazıqlar deyirəm. Sizin içinizdə yaxşıca oda düşüb yanıram. Anam dönüb ciddi bir sima ilə baxır və inanmaz bir səslə, balam, sənə nə pislik eləyirik? Başından bir tük əskik olmağına razı deyilik. Sənə nə yamanlıq eləyirik? Anam cavab gözləyən gözləri ilə biraz üzümə diqqətlə baxır, mən də onu süzürəm və öz-özümə düşünürəm. Anam və atamla mənim aramda bir uçurum var. Nə bunlar bunu keçməyə müstəhiddir, nə məndə meyil var. Uçurum əbədidir. Bunların yaralarına duz səpməkdən vaz keçməm yaxşı deyilmi? Ana, deyirəm, mənə heç biriniz yamanlıq eləmirsiniz. Ancaq sən Allah, məni tez yola salın gedim. Anam sakit olur və ehmal səslə, arxayın ol, şənbə günü Allah qoysa gedərsən. Allah qoymasa nətər olsun. Anam yenə acıqlanır. Əllərini çırpıb ümidsiz bir halda məndən uzaqlaşır. Tək qalıram, peşman oluram. Öz-özümə darılıram.